Bismillahirrahmanirrahim. Allah Teala mübarək Nisa suresinin 64-cü ayəsində buyurur: və elə bir Rəsul elçi göndərmədik ki, Allahın izni ilə insanlar ona itaat etməyə məhkum olmasınlar. Yəni, onlara itaət vacib olmasın. Yəni, hansı Peyğəmbəri, elçini, Rəsulu göndərmişiksə, Rəsul olan hansı Peyğəmbəri göndərmişiksə, ona itaət vacibdir. Sonra buyurur, və əgər onlar özlərinə zülm, haqsızlıq etdikdə, Peyğəmbər sənin yanına gəlsələr, Allah Teala'dan bağışlanmaq istəsələr, Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, Allah Teala'nı çox bəndələrinə tərəf qayıdan, bəndələrinə tərəf çox qayıdan, təvvab və mərhəmətli, rəhim taparlar. Bu taparlar ifadəsi çox qəribədir. Ləvəcədullahə təvvəbər rəhimə. Əgər Peyğəmbərin yanına gəlib, Allahdan tövbə etsələr, üzr istəsələr, Peyğəmbər də onlar üçün üzr istəsə, Allahı mərhəmətli və tövbə edən taparlar. Mərhum Əllamə Təbatəbai bu taparlar ifadəsində buyurur ki, hər bir insan günah edirsə, özünə zülm edir, özünə haqsızlıq edirsə, öz fitrətinə, öz qəlbinə, öz ruhuna bu qəfləti, bu günahı, bu cinayəti rəva görürsə, elə bir duruma düşür ki, Allahı itirir. Allah onun həyatında olmur. Görsən, Allah ilə söhbət eləyə bilmir, Allah Teala ilə danışa bilmir. Ona deyəndə ki, namaz qıl, deyir, qıla bilmirəm. Həqiqətən düz deyir, qıla bilmir. Çünki itirib, yolu itirib, Allaha doğru gedən yolu itirib. Allahını itirib, Rəbbini itirib. Əgər tövbə eləsə, gəlsə Peyğəmbərin yanına, Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala'nın ən böyük ayəsi, nişanəsidir. Peyğəmbərin yanına gəlsə və Allah Teala'ya doğru qayıtmaq istəsə, onda Allahı tapacaq. İtirdiyini tapacaq. Allah yaradan bizim itiyimizdir. O zaman insan itiyini tapmış olacaq. Allah bizim hamımıza öz itiyimizi tapmağı nəsib eləsin. Allah'a emanet.